O çox bahalı ipəklər bundan hazırlanır. Baha olmasına səbəbi var. Mən sizə bunu izah edəcəm. Bu qədər ərazidə cəmi 80 qramlıq qurt var. Həmin qurtlar 40 gün ərzində durmadan yedirilir. Ancaq olaraq tut yarpağı verilir. O da durmadan yarpaq yeməlidir. Bu hələ tam böyüməyib. Normalda bu qədər olur. Qurt böyüyəndən sonra tam doyandan sonra rəngi bir az saralır. Saramağa hazırdır. Barama. Buna barama deyirlər. Özünü ilişdirir, başlayır baramasını sarımağa. Öz ətrafını, bütün ipini sarıyır. Harca 2 kilometrə yaxın uzunluğu olur və tam tək bir dənə ipdir. Bax, bu baramanı sardıqdan sonra 7-8 gün ərzində bunlar toplanıb emal olunmalıdır. 8 gündən sonra keçdikdə içindəki qurd artıq kəpənəyə dönüşür və baramanı deşib çıxıb, həmən ipində tamlığı pozulur və 40 günlük əziyyət olur heç. Bunlar yarpağı yeyirlər. Ucunda sarmağa yer var bu. Hamısı gəlir birbirinin ardınca. Hadi koyursan yerine. Gedib orada sarısınlar. Böyle götürürler. Hamısı üstüne sarıyor. Bak böyle. Sarmaya devam ediyor. Sapsarı olur rengi. Bak sarıyor etrafını.